Yarışma həm Ulu Öndər Heydər Əliyevin fəaliyyətini, həm də həmin dövrü əhatə edən Azərbaycanın əsas tarixi hadisələrinə həsr olunub. Tədbirdə çıxış edən Heydər Əliyev Mərkəzinin direktorun birinci müavini Adil Kərimli layihənin əsas məqsədindən danışdı və bildirdi ki, ümummilli lider Heydər Əliyev tarix yaratmış şəxsiyyətlərdəndir və həqiqətən də diqqət yetirsəniz, Azərbaycan tarixinin ən mühüm hadisələri məhz Ulu Öndərin adı ilə bağlıdır. 21-ci əsr gənclərin əsridir. Sizin əsrinizdir. Və heç şübhə etmirəm ki, Azərbaycan gəncləri 20-ci əsrdə toplanılmış bütün təcrübədən səmərəli istifadə edərək 21-ci əsrdə doğma, müstəqil Azərbaycan üçün yeni uğurlar gətirəcək. Layihənin əsas məqsədi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətini dərindən öyrənilməsi, Ulu Öndərin irsinin yaşadılması və gənclər arasında təbliğ edilməsidir. Qeyd edək ki, Heydər Əliyev Mərkəzi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və Azərbaycançılıq məfkurəsinin öyrənilməsi, Heydər Əliyev irsinin tədqiqi və təbliği, elm və təhsilin inkişaf etdirilməsinə xidmət edən layihələr həyata keçirir. Və bu yarış eyni zamanda gənclər arasında Azərbaycan tarixinin öyrənilməsi, gənclərdə tarixə, intellektual yarışlara, elmə həvəsin yaradılması baxımından əhəmiyyətlidir. Məncə, hər bir Azərbaycan gənci öz ölkəsinin tarixini və əlbəttə ki, bu ölkənin tarixində mühüm rol oynayan Heydər Əliyevin haqqında məlumatları dərindən bilməlidir. Suallar həqiqətən çox məntiqli suallardır. Yəni, yarışma əslində obyektiv şəraitində keçir. Yəni, yarışmanın qaydaları ilə razıyıq. Yəni, qələbə qazanacağımızı ümid edirik. Yarışda ölkənin ali təhsil müəssisələrində bakalavr və magistr pilləsi üzrə əyani təhsil alan tələbələrdən ibarət komandalar iştirak etdi. Hər bir ali məktəb bir komanda ilə təmsil olundu. Ümumilikdə yarışda 44 komanda olmaqla 264 tələbə iştirak etdi. Suallar olduqca çətini də var, hasandı da var. Yəni, hərdən bizə uyğun olmayan suallar da olur, təbii ki. Amma çalışırıq cavab verək. Hər şey yaxşıdır suallarla. 2 tur keçildi, indi birinci tur, əsas tur qalıbdır, indi olacaq. Biz çox sevinirik ki, belə tədbirlər olur. Çox gözəl oyun gedir, gözəl rəqabət var. İnşallah güclü olan qalib gələcək. Yarışmanın qalibi 35 xal qazanan Bakı Slavyan Universiteti oldu. Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına akademiyası 32 xalla ikinci, Lənkəran Dövlət Universiteti isə 31 xalla üçüncü yer tutdu. Sonda qalib gələn komandalar mükafatlandırıldı. Nigar İsmail qızı, Vüqar Xallarov, həftə sonu üçün.